Sadece ağ qismindən biraz vuracağıq üstünə. Biraz da şeker sepəcəm üstünə. Çox az. Bu kəsdiyim üzüdür, çox sərtdir. Pişəndən sonra çevirirəm, bu hissəsi də qızarır. Bunun elə tənbəlim. Hələ yoxunca. Dur. Akşam 8'den yatırsınız. Akşam diyorum 8'den yatırsınız. Yine de doymursunuz. Bir de yatsaydık doyaydık. 8 birden tezdir aşkım. Bir gecədir. Birdə yatsan hiç durmarsan. Niye? Yuxuvalanmayasın da. 8'də yatışdırıram hələ. Sürünə durursunuz. Maraqlısı da odur ki 6 bazar da yatmırsınız. Şalvarı da soyun. Niye koymuyorsun biz bir televizyona bakalım. Həftə içi televizyaya baxmaq olmaz. Ha, nədir? 6 bazar olar. Baş üstə. Yok. Notunu yazdıraram yaxşı. Nasıl akşam yatalım? Akşam yatalım. Deyin görüm. Müştəlağımızdır da o bizim balacamızdır. Deyin görüm. Dişmiyor. Yaxşıdır. Bugün bu boyun. Anne sen de dişmiydin. Umarım ıslanmaz. Niye? Saçıma çıkıyor. Adı da koyursan da nəsə deyir. Amma sən də saxsın koyun. Dördüncü paykacıda. Aşkım tutsun kavru. Buradan keçsin. Oynarda sənin. Açıqdır, çıxın. Ama kapıda kaldı. Götürərəm. Kapıda bağlı. Göster ama. Bunu da atarsın maşına yola. Baş üstə. Salam hər kəsə, necəsiz? Hər vaxtınız xeyir olsun. Uşaqları yola saldım, məktəbə getdilər. Koc işdə gedib, onsuz tezdən gedir o. Məruzələri falan olur. Neysə, biz də başlayaq. Gündəlik işlərimizə görək. Yemək pişirəcəyik. Bugün dolma bükməliyəm. Tez-tez evləri qutarım. Sonra dolmanı da bükək. İlk öncə özümə bir kofe hazırlayıram. Bundan hazırlayacağım. Son zamanlarda həm səhər ac qarnına, bir də axşam yatmazdan öncə bundan içirəm. Hindiva qəhvəsi. Həm qəşəng ödəm atır,
Qaşıqla götürə bilmədim. Həm qəşəng ödəm atır, iştahı tənzimləyir. Yəni həqiqətən faydalarını görməyə başlamışam. Artıq bir ayda istifadə edirəm. Şirniyyat istəyim tamamilə yəni yoxdur. Son bir aydır ki, şirniyyat yemirəm qətiyyən. Yəni istəmirəm də. Ona görə çox xoşum gəldi. Hətta 2 qutu yenə sifariş etmişəm. 2 banka yenə sifariş etmişəm. Mən deməli necə içirəm? Mən soyuq qəhvə formasında hazırlayıram. Südlə. Biraz süd əlavə edirəm. Çırpıcı ilə köpürdüb. Sonra içəcəm. Bunu normal isti su ilə də qarışdırıb, yəni həll edib içmək də olar. O cürə düzdür, çox acı olmur, yəni içilməyəcək dərəcədə olmur. Amma mənim xoşuma gəlmir. Yəni mən kofeni həm istəyirəm, yəni necə deyim, ödəm atsın, həm də belə keyfi olaraq içirəm də, xoşum gəlir. Biraz süd əlavə etdim. Sonra da bunu belə köpürdürəm. Köpürür, qəşəng. Elə bir yarı-yarı edirəm. Yarım süd tökdüm, köpürdəndən sonra yarı hissəsinə də su əlavə edirəm. 1-2 dənə də buz. Olur ləzzətli. Biraz da su tökək, belə. Biraz da belə buz əlavə etdim. Hazır. İş görə bunu içib bitirirəm. Bəzən idman edə içirəm. Yeməyimi də, səhər yeməyimi də artıq 11-ə qədər uzadıram. Qərara gəldim ki, işlərə başlamazdan öncə yüngül bir 10 dəqiqəlik hərəkət edim. Dünən də eləməmişəm, bazar günü idi, işlərim çox idi. Bugün başlayaq. Yəni rutinlərimi axsatmayım. Evdə də elə bir iş yoxdur, yəni dərin təmizlik etməyəcəyik. Sadəcə otaqları sərgiyə salıb, dolma bükəcəm. Günün geri qalanında da inşallah görərik. Belə günlük səhərdən axşama qədər nələr edirik. Rutin video çəkməyə çalışacağım. Mən bu idmanı edirəm, yəni rəqslə, latin rəqsi ilə qarışıqdır. KGPM YouTube-da axtarış versəz, çox yaxşı hərəkətləri var. Çok yoruldum. İdman bitti. Gideyin də otaqları yığışdıraq bir yerdə. Plexirimi də göstərmirəm uzun müddətdir. Burada belə görürsünüz, yüngül çəhrayılıq qalıb. Demək olar ki, gedir artıq. Elə bir ikinci seansdan sonra dedi tamam gedəcək. Yəni təmiz itəcək. Keçən dəfə hardasa bir həftə öncə gedib yoxlatdırmışdım, yəni baxdırmışdım. Dedi normaldır, hələ tam bir ay olmuyor. Zamanla tədricən gedəcək və ikinci seansdan sonra da dedi təmiz artıq yox olacaq. Belə görürsünüz, çox az qalıb burada. Belə burnumun da artıq demək olar ki 8 ay olur. Mayın 4-ündə tam olacaq. Belə günü-gündən daha çox xoşuma gəlir. Yəni necə istəmişdimsə elə də edibdir. Həm də görünüşündən də əlavə həqiqətən çox rahatlaşmışam da. Yəni allergiyam var idi, çəpərəkliyim var idi, nəfəs ala bilmirdim. Və artıq yəni nəfəs ala bilmədiyim üçün çox asqırırdım da. Yəni bir həftənin 5 günü demək olar ki, mən ancaq allergiyalı keçirdirdim də. Gözlərim sulanırdı, qan dolurdu, üzüm şişirdi, çox pis vəziyyətdə olurdum. O da artıq məndə qarmalit yaratmağa başlamışdı. Yəni son zamanlarda bu hissələrimdə ağrılar var idi. Həkim də dedi ki, artıq qarmalit yaranmağa başlayır. Yəni yaxşı ki, yəni tez getmişəm müayinəyə. Əməliyyatdan sonra inanırsınız artıq 8 aydır. Çox şükür. Yəni allergiya olmamışam. Sadəcə ağaclar çiçəklənən zaman biraz 1-2 gün asqırdım, amma yəni əvvəlki qədər olmadı da. Yəni üzüm şişmədi, qızarmadı, gözlərimə qan dolmadı. Sadəcə normal insanlar kimi 1-2 dənə asqırdım, bitdi.
çox şükür, yəni 8 ayda çox rahatlaşmışam. Rahat nəfəs ala bilirəm. Yəni nəfəs alamadığım üçün təzyiq belə tapmışdım da. Yəni son 2 ildə artıq təzyiqim də qalxırdı, düşürdü, tez-tez baş ağrılarım olurdu. Yəni sağlamlığım baxımından da çox yaxşı oldu da bu əməliyyat. Şükürlər olsun ki, cəsarətimi toplayıb elətdirə bildim. Belə. Həm görünüşünü də çox bəyənirəm. Yəni tam istədiyim kimi təbii eləyib. Yəni mənim üzümə bundan xırda burun yaraşmazdı. Çünki mən yumru sifətəm. Yəni bundan da balaca olsa çox belə, yəni bilinərdi də əməliyyat olundu o. Amma belə təbiidir. Mən burnumda belə bu hissələndə biraz qanadları böyük idi də. Sadəcə ucu hissəsində. Onları elə biraz yığdırmışam. Belə. Yəni burası falan onsuz düz idi. Sadəcə bu hissəsi var idi. Belə. Belə gəldim otağı yığışdıraq. Pəncərəni səhər durandan açmışam. Havalansın otaq. Pastelə qəşəng çırpıb matrası pilisostlamaq istəyirəm. Bir dənə. Qəşəng yığışdıraq. Bir də özümə belə balaca ştatif almışam. Temudan almışdım bunu 5 manata. Belə masa üstündə falan çəkiliş eləyəndə və yaxud bunu belə bağlayanda əldə də rahat olur. Yəni mənim üçün rahatdır belə çəkmək. Telefon sabit qalır. İndi bu telefonu keçirdim böyük ştatifimə. Başlayaq işlərə. Bu otağımız bitti. İndi gedirik Apache'lərin otağına. Elə bil hər gün yığışdırılan otaq deyil bura. Hər şey ortalıqda. Buranın
Dünən qızım özü yığışdırıb. İçlərinin, aşağı dolabının, hamısının tozunu alıb. Həcibdən üstünü sildim. Yüngül var bir dənə üstünü silib və salım. Bu otaqda tamam. Qonaq otağında elə bir şey yoxdur. Çünki axşamdan təmizləmişəm. Bir dənə divanın üstünü pilsosla təmizləyəcəm. Məsələn. Yəni, biraz həqiqətədir. Mətbəxdə bitdi. Mətbəxdə onsuz elə bir iş yox idi. Elə yüngül sildim, təmizlədim dəzgahın üstünü. Bu qədər. Keçək yeməyə hazırlamağa. Mən artıq dolmanın içliyini hazırladım. Çəkə bilmədim hazırlayanda. Telefonumun zaryadkası bitmişdi. Amma klassik hamının hazırladığı kimi, yəni ət, soğan çəkdim. Düyü, keşniş, şüd, biraz cəfəri, təzə nanə, dozunu, istiotunu, yağını az vurdum. Çünki ətin özü yağlıdır. Belə yarpağımı da yumuşam. Başlayaq bu key.
Patilərim. Gidiyor üzvüyor, eynimi değiş. Biraz uzan. Özüve gel. Başıma geldi. Hala bir kızın burnunu değdi, birinin burnunun arkasına Niye değdi. öyle oynayabilmiyor? Normal. Bilal. Gel gidiyor ve biraz uzan. Gel. Dolmam belə pişir. Bir də mən dolmaya su vurmuram pişirəndə. Ümumiyyətlə vurmuram da. Vamxodda qoyuram. Özünün yüzünə qədər suyu çıxır. Yəni xeyli. Sonra da yavaş-yavaş pişir. Odunu artırıram. Belə yağa düşür. Keçini yumuşaq olur, həm də dadlı olur. Deməli, uşaqlar gəldi, yedi, içdi, yudum, yığdım. Bir yarım saat, bir saat uzandım, enerjimi topladım. İndi özümə qəhvə hazırlayayım, Türk qəhvəsi. Gedirəm döyüşə. Yəni, birinci sinif mamaları başa düşər. Gedirəm oğlumun dərslərini hazırlaşdırmağa. Yəni, o dərslərini bitirənə qədər mən bitirəm. İndi ortada yaz məsələ sağlam. 8 uşaq sonra iniş tamaşa bura bax demək. İniş tamaşa. İniş tamaşa. Rus dili keçirsiniz bəs. Səhnəciyi falan eləmişdilər Türk haqqında. Ama mən toyda şişər oldum, sən yox idin. Ama əzbərləyə bilirəm, amma danışamıram. Doğru, sən 3-cü sinifsən də gəlib burada keçiblər. Mən əzbərləsəm deyə bilirəm, amma oxuyamıram üzümdən. 3-cü sinifə qədər həmişə ingilis dili keçmisən, axı sən Qazaq olsun, Astar olsun, həmişə ingilis dili keçmisən, gəlib burada Rus dili keçmisən. Danışmaqda danışaram, əzbərləyib. Amma şeydir də, sadəcə şey yapmıram, oxuyamıram üzümdən. Öyrənərik inşallah. Yaz, testi işdə. Biz qız qalasını da bezləyək, mayda. İnşallah. Mən Sənə də apararıq, yaz. Qız qalasını iş görməmişsək. Uşaqların dərsləri bitdi. Gəldim axşam yeməyi hazırlamağa. Maşallah dolmamı bitirdilər. Biraz qalıb belə. Ürəyim bu türk üsulu, türklərin tavuk pilavı var. Ondan istəyirəm. Toyuğu qoydum qaynasın. Belə döşətini. İçine biraz duz istiyor. Bir de soğan əlavə elədim. Geçen pişsin. Sonra aşını da hazırlayacağım yanında. Və səhərki söhbətimizdən sonra mənim son halım. Yoldaşım da, oğlum da qripdir. Mənə də saldılar. Keçirtdilər mənə də. Gün ortadan bu yana. Ay. Burnum tutulub. Deyəsən qrip olmuşam. Yəni maşallah dediyim 40 gün yaşamır. Səhər danışırdıq ki, yaxşıyam, 8 aydır. Yəni nə allergiyam tutmayıb, nə qrip olmamışam. Yəni heç bir şey olmur da tam yaxşıyam. Axşamını hazıramışıq. Yəni bir gün belə gözləmədi. Amma yenə şükür yüngül keçirdirəm. Yəni əvvəlki kimi pis deyil. Kərə yağını əritdim. Düyünü də yumuşam. Geçen qovrulsun biraz belə.
Döş əti qaynadı. Qəşəng diddim, biraz yekə diddim. Burada kərə yağı əriyir. Biraz əlavə edib biraz çevirəcəm. Düyü də hazırdır, pişdi. Belə. Belə günümüz bitdi. Kofemi hazırlamışam. İndi var qəhvəmi. Uşaqlar yedilər. Mən də biraz yedim. Yudum, yerləşdirdim. Yəni oraları çəkmədim daha. Çox sıxılmayasız deyə, çox sıxıcı olmasın deyə. İndi gedirəm uşaqları yatıstırmağa. Artıq 9-a işləyir, 10 dəqiqə. Tez yatıstırıram mən. Səhər dura bilsinlər deyə. Yəqin ki, özüm də tez yatacağım ki, sabaha toparlaya biləm. Biraz burnum tutulub. Belə, inşallah bəyənəcəyiniz bir video olmuşdur. Hər birinizə xoş izləmələr diləyirəm. Bəyəndinizsə rəy yazmağı, abunə olmağı unutmayın. Təşəkkür edirəm.